Gəlin Photoshopda yeni mövzu olan işıq və rəng korreksiyası mövzusuna başvuraq. Fotoqrafların, dizaynerlərin gündəlik iş prosesində istifadə elədiyi, hətta nə fotoqraf, nə dizayner, istənilən insanın az qala hər gün Instagramda, sosial şəbəkələrdə istifadə elədiyi bir alətdir. Rəng işıq korreksiyası. Hər halda çəkdiyiniz fotonu Instagrama birbaşa qoymursunuz. Onu mütləq redaktə eləyirsiniz. Doğru? Həmin şeyi Photoshopda necə eləmək olar? Gəlin o ilə tanış olaq. Çox fərqli funksiyalarla, metodlarla. İlk başlayaq ən sadələrindən, ən bəsitindən. Tutaq ki, Unsplash'dan, internetdən belə bir şəkil götürmüşük. İlk başdan hər şey qaydasında da əladır, amma şəkil müəyyən qədər stilizasiya olunub, şəkildə bir balaca kontrast çatışmır, tünd hissələr tam tünd deyil, işıqlı hissələr sanki istəyirik ki, biraz işıqlı olsun. Bu sadəcə mənim intuisiyamın mənə dediyi bilgidir, amma bunu doğrudan da belə olduğunu birazdan siz özünüz də görəcəksiniz. Rəng korreksiyaları, işıq korreksiyaları bizdə burdadır. Image, adjustment və bütün bunlar hamısı bu və ya digər formada rəng işıq korreksiyasından məşğuldur. Təbii ki, bunların hamısının üzərindən çox detallı keçməyəcəyik, ancaq baza, vacib olan hansılarsa onlara toxunacağıq. Birincisi də təbii ki, ən başda duran brightness, kontrast. Adı üzərində şəklin işıqlığı və kontrastı. Baxa görək nə işi görür, nəyə yarayır. Çox sadə bir dialoq pəncərəsi açılır. Əksəriyyətində, yəqin ki, elə hamısında mütləq preview bölməsi olacaq. Əgər o varsa, mütləq onu aktivləşdirin. Çünki real zamanda burada nəsə dəyişsəz, fotoda o necə görünür, onu yəni ki, başa düşmək üçün, onu görmək üçün preview aktiv olmalıdır. Mütləq bunu nəzərə alın, çünki əks halda dəyişikliklərinizi real zamanda görməyəcəksiniz. Tamam. Image, adjustment, brightness, contrast və brightness şəkili ya işıqlı, ya da tünd eləyir, ya da qaranlıq eləyir, belə deyək. Əgər şəkilə işıq qatmaq istəyirsinizsə, tamam, o zaman müəyyən qədər işıqlı eləyə bilərsiniz. Kontrast isə ümumiyyətlə dizaynda, kompozisiyada bir termindir. Kontrast işıqlı və tünd rənglər arasında fərq, kəskin fərq. Söhbət təbii ki, işıq rəng kontrastından gedir. Kompozisiyada kontrast çox fərqli mənalarda ola bilər. Biz də tünd və açıq hissələr arasındakı fərqi kəskinləşdirmək istəyiriksə, artırmaq istəyiriksə, məsələn, bunu sağa doğru dəyişək. Görürsüz, tünd hissələr daha tünd oldu, açıq hissələr daha açıq oldu. Bununla da sanki foto biraz daha canlandı, detallar önə çıxmağa başladı. Niyə? Çünki arxa plan işıqlı oldu, ön plan tünd oldu və bunun nəticəsində də yəni foto dediyim kimi daha canlı sanki təəssürat bağışladı. Amma hər fotonun yəni belə olması şərt deyil. Fotoqraf əslində istəyərdi ki, elə onun fotosunda bu ab-hava, bu atmosfer hiss olunsun. Biz təbii ki, bunu sadəcə dərsi başa salmaq üçün bu şəkilə gətirmişik. Əgər rəng korreksiyalarından işləyəndə əvvəlki variantı qaytarmaq istəyirsinizsə görüntünü, əksəriyyətində, yəni bir çoxunda bu işləyəcək. Altı bastığınız anda görürsüz cancel düyməsi olur reset. Reseti basanda isə şəkil dəyişiklikdən əvvəl hansı formada idisə o şəkili də alır. Avtoda yerinə görə Photoshop şəkili analiz edib sizə uyğun, daha doğrusu şəkilə uyğun, sizə yox, brightness və kontrast təyin edəcək. OK elədik, işimizə davam elədik, amma sonra məlum olur ki, tutaq ki, məsəl üçün deyirəm, bizim buradakı bu fotoqraf qəhrəmanımız onun geyimi çox qara oldu, çox tünd oldu. Mən onu geri qaytarmaq istərdim, biraz daha açıq eləmək istərdim. Və ya əslində başa düşdüm ki, fotonun əvvəlki variantı biraz daha yaxşı idi. Mən ən azından kontrastı bu qədər geri eləməzdim. Məcburam ancaq Ctrl-Z ilə, macOS-də Command-Z ilə geri qaytarım. Niyə? Çünki destruktiv metoda əl atdıq. Sadəcə götürdüyü şəkilə birbaşa müdaxilə elədi. İşıq rəng yox, işıq kontrastı verdi. Amma bunun destruktiv olmayan, dağıdıcı olmayan variantı da var. Yəni bizim burada gördüyümüz az qala bütün rəng işıq korreksiyaları eyni qaydada layerdə də, burada da gizlənib. Və biz əslində həmin menüyə artıq indi də daxil olmuşuq. Solid Color Gradient və Pattern bölməsində biz sadəcə layerin üzərinə boş bir tam rəng ya gradient və pattern əlavə edirdiksə, eyni qaydada biz bura rəng korreksiyaları da əlavə edə bilərik və o bir layer kimi, sərbəst layer kimi burada gizlənəcək. Elə brightness kontrasta daxil olaq. Yəni eyni buradakı brightness kontrast artıq sərbəst bir layer kimidir və mən tutaq ki, çox işıqlı verim, çox kontrastlı verim, işığı bu qədər eləməyək. Xoşuma gəlmədi, istənilən vaxtı söndürə bilərəm, yandıra bilərəm. Non-destructive metoddur bu, yəni ki, dağıdıcı olmayan metoddur. Şəklinin orijinalına dəymirəm, müdaxilə eləmirəm. Söndürüb yandıra bilərəm, heç lazım deyilsə, ümumiyyətlə silə bilərəm, gedər işin dalıca.
və ya biz artıq mask bilirik, ümid edirəm ki, mask bilirik və biz hətta bunu maskalaya bilərik. Yəni, nə deməkdir? Mən məsəl üçün istərdim ki, səma elə bax bu şəkildə də qalsın, amma aşağı daha canlı görünsün. Bu hissənin canlılığını artırmaq istərdim. Amma mən brightness kontrastına bütün fotoya, hər yerə bu kontrastı vermişəm, bu canlılığı vermişəm. Mən isə istəyirəm ki, bu canlılıq, bu kontrast ancaq aşağıda olsun, yuxarıda olmasın. Mask bizdə nə edirdi? Mask bizdə qara rənglə haranı rənglədirsə, ora təsir eləmirdi, oranı gizlədirdi, ağ olan hissələri isə göstərirdi. Və bizim fikir verirsinizsə, brightness kontrastın yanında artıq mask var, ağ rəngdədir. Bu deməkdir ki, bu brightness kontrast özündən aşağıda olan bu layerə hər yerdə brightness kontrast verir, işıq effekti verir, işıq korreksiyası tətbiq edir. Amma mən isə istərdim ki, bu işıq korreksiyası ancaq aşağıda olsun, yuxarıda olmasın. Ona görə nə edəcəm? Götürürəm maskı, götürürəm brush'ı. Brush ilə ən sadə yumru standart brush olsun. Opacity 100%-dir. Ölçüsünü böyük eləyək. Kvadrat mötərizə, sağ kvadrat mötərizə ilə böyüdək və ağ rəngdə yox, X-i basıram, qara rəngdə olsun. Çünki gizlətmək istəyirəm. Bu effekti yuxarıdan gizlətmək istəyirəm. Və gəzirəm bax burada. Əla, nə baş verdi? Maskda bir qara görüntü oldu maskda. Qara olan yeri gizlədir. Nəyi gizlədir? Brightness effektini gizlətdi. Yuxarıda təsir eləməyəcək, yuxarı təsir eləməyəcək. Söndürüb yandırıb baxsa görə ki, bəli, doğrudan da bu canlı təəssürat aşağıda artıq var, yuxarıda isə yoxdur. Bir də bunun tərsinəsini eləyə bilərik. Gəl eləyək ki, bu kontrast yuxarıda olsun, aşağı isə təsir eləməsin. Biz bunu silə bilərik və s. Yox, biz artıq buradakı bu rənglərin yerini dəyişə bilirdik, inverse eləyə bilirdik, yadınızdadırsa. Ona görə bu hissə aktiv olduğu halda klaviaturada Ctrl-I, Ctrl-E bizim əlifba ilə desək, basıldığı anda ağla qara yerini dəyişəcək. Nə baş verdi? Aşağıda qara olduğuna görə brightness kontrast aşağı təsir eləmir. Yuxarı ağ olduğuna görə isə həmin o brightness kontrast, yəni işıq və kontrast effekti yuxarı təsir eləyir. Bir sözlə, əgər sadəcə sürətli yüngülvari müdaxilə eləmək istəyirsinizsə şəkilə, gəlib brightness kontrastı buradan verə bilərsiniz. Yox, detallı işləmək istəyirsinizsə, sonradan bəzi düzəlişlər eləmək istəyirsinizsə işıq korreksiyasına, rəng korreksiyasına, ən yaxşı variant burada adjustment layer bölməsinə girib də buradakı rəng işıq korreksiyalarından istifadə eləmək yaxşı olar. Tamamdır. Bunun üstün tərəfi gəlin, Ctrl-E eləyək, Ctrl-I eləyək, bu daha yaxşı görünürdü. Təkcə gizlətmək yox, təkcə maskalamaq yox, təkcə silmək yox, eyni zamanda verdiyimiz bu effektin, belə deyək, dozasını da azalda bilərik. Nə ilə? Sadəcə götürüb opacity-ni azaltmaqla biz həmin verdiyimiz effekti daha az miqdarda tətbiq edə bilərik. Görürsünüz, yəni birdən-birə bir neçə üstün tərəfi oldu bizim layerlərlə işləməyimizin. Bugünkü dərsdə brightness kontrastla yanaşı, yəni bir dənə də əlavə bonus verəksə, o da siyahıda olan, görürsünüz, layer adi standart pixel layer olmadığına görə adjustment aktiv deyil. Ona görə mütləq və mütləq pixel layer seçilməlidir. Image, adjustment və onun qonşusu levels. Level sözünü hər halda bəlkə də biləcək söhbət nədən gedir. Nəyinsə dərəcəsi, gücü, yəni belə başa düşə bilərsiniz. Səviyyəsi. Baxa görək, bu biraz daha mürəkkəb olan, ilk baxışdan qorxulu olan bu pəncərə nədir, nəyə qulluq eləyir? Yəni buradan hansı faydaları əldə edə bilərik? Ümumiyyətlə bizim fotolar, ümumiyyətlə daha doğrusu yaratdığımız istənilən fayldakı daha doğrusu piksellər 3 qrupa aiddir. Yəni belə deyək, şəkillərimiz bizim ya tünd piksellərdən ibarətdir, ya açıq piksellər, bir də bunların ortasında olan orta tonlu piksellərdən ibarətdir. Və biz onu əslində buradakı bu şkaladan da görə bilirik. Görürsünüz, marker tünddür, yəni tünd bozdur, açıq bozdur və az qala ağa yaxın tamam açıq rəngdədir. Bu onu göstərir ki, bu markerin altında olan bu hissələr təxmini deyək, fotonun açıq, ağa yaxın, işıqlı hissələrinə cavabdehdir. Bizim bu orta hissədə olan hissə orta tonlu piksellərdən ibarətdir. Ta ki, buranı da götürək, burada bizim fotomuzun tünd hissələrindən ibarətdir. Tamam. Bu şəkildə görürsünüz, əksər informasiya bizdə orta tonlarda. Çünki burada aşırı işıqlı heç nə yoxdur. Çox qara olan 1-2 yer var. Bəlkə də binaların üstündə hansısa bir hissə və ya fotoqrafın geyimində.
Hətta orada belə ideal qara deyil. Biz məsəl üçün şəkli daha qara eləmək istəyiriksə, bu markerin payına daha çox pikselləri qatmalıyıq. Yəni bu işğal eləyə-eləyə getməlidir pikselləri, tamam. Orta tonda olan pikselləri öz hakimiyyətinə qatmalıdır. Ya da əksinə, məsələn, şəkli daha işıqlı eləmək istəyiriksə, o zaman bu ağ işıqlara, ağ piksellərə daha doğrusu cavabdeh olan bu marker sərkərdə işğal eləyə-eləyə gedir. O qədər işğal eləyir ki, hətta şəkil az qala başdan ayağa ağ rəngdə olur. Tamamdır. Və eyni şey təbii ki, biz mid ton, orta tonlu markerə də deyə bilərik. Yəni o əgər digər istiqamətə getsə, işıqlı pikselləri öz ərazisinə qatıb, ona görə də başlayır şəkil birazdan tündləşməyə. Niyə? Əslində bu bura doğru getdikcə eyni zamanda tünd, qaraya yaxın olan pikselləri, daha doğrusu qaranın hakimiyyətini, qaranın torpaq sahəsini onun hesabına, onun xeyrinə genişləndirir. Özünə və açıq rənglərə daha az yer saxlayır. Yəni bu metafora ilə, bu müqayisə ilə ümumiyyətlə bu histogram deyirik. Buna bu şkalanın necə işlədiyini anlaya bilərsiniz. Əgər dəyişikliklər eləmək istəmirsə, orijinala qayıtmaq istəyirsinizsə, eyni brightness kontrastda olduğu kimi Alt-a basıb saxlayıb reseti basmaq kifayətdir ki, orijinala qayıdaq. Yaxşı, biz burada hansı prinsiplərlə işləməliyik? Ümumiyyətlə bunu yadda saxlayaq. İşıq və rəng korreksiyasında bir dizayner, bir fotoqraf bir çox hallarda eksperiment edir. Yəni götürüb sadəcə bu barları, bu markerləri sadəcə hərəkət elətdirir. Yəni onun zövqünə, düşündüyü ideyaya görə optimal variant nədirsə, onun da üzərində dayanır. Amma ümumiyyətlə fotoya çox yüngül toxunuş eləmək istəyiriksə, bizim o brightness kontrastdakı kontrast kimi biraz kəskinliyi artırıb fotonu daha canlı eləmək istəyiriksə, o zaman məşhur bir toxunuş qara markerin, shadow dediyimiz bu markerin altındakı pikselləri histogramın, şkalanın başladığı bu nöqtəyə gətiririk. Eyni qaydada bu markeri də gətiririk ən işıqlı piksellərin başladığı əraziyə və preview'nu yandırıb söndürsə görərik ki, şəkil əvvəlkindən fərqli olaraq daha kontrastlıdır. Ortaya dəymədən bunları bir-birinə yaxınlaşdırdıqca bu kontrast daha da güclənməyə başlayacaq. Təbii ki, OK basdıqdan sonra destruktiv metod olduğuna görə biz şəklimizi korladıq, piksel informasiyasını dəyişdik. Yəni məcburuq ancaq Ctrl-Z, Command-Z ilə geri qayıdaq. Eyni qaydada non-destruktiv metodu biz LVS-də tətbiq edə bilərik. LVS ayrıca bir layer kimi bura düşdü. Eyni bayaq bizim açdığımız LVS pəncərəsi bura üçün də keçərlidir. Eyni rəng işıq korreksiyalarını burada da tətbiq edə bilərik. Eyni maskalamağı brightness kontrastda olduğu kimi burada tətbiq edə bilərik. Hətta daha bir maraqlı bir funksiya. Əgər biz daha əvvəl bir brightness kontrastda belə bir mask vermişiksə və biz həmin maskı LVS-də tətbiq eləmək istəyiriksə, o zaman Alt-ı basıb saxlayıb bu maskı dartıb buraxarıq bunun üstünə və yes deyərik. Eyni qaydada bizim LVS-də bu mask tətbiq olunacaq. Shift-lə bir də bunu söndürüb, yandırıb baxa bilərəm ki, dəyişiklik hansı formada öz əksini tapdı. Destruktiv və non-destruktiv metodla brightness, kontrast və LVS vasitəsilə işıq korreksiyası Photoshopda necə olur, onu öyrənmiş oldunuz. Gəlin curve mövzusu ilə bu işıq və rəng korreksiyasını biraz daha dərinləşdirək, növbəti dərsdə görüşərik.